Tofiq bəylə görüşdüm. Aclıq aksiyasının 37-ci günü də davam edir. Vəziyyəti çox ağırdır. Təhlükəli odur ki, artıq suyu da qəbul edə bilmir, suyu da qaytarır. Onu vəkil otağına əməkdaşların köməyi ilə gətirirlər. Özü tamamilə hərəkət edə bilmir. Danışa bilmir, danışığı çox ləngiyib, gözlərində zəiflik var, mədə ağrılarından çox şikayət edir, baş ağrıları çoxdur, baş gicəllənmələr şikayət edir. Yenə təkrar edirəm, təhlükəli odur ki, artıq suyu da qəbul edə bilmir. Ümumi rəqəmlər təbii ki, belədir, Şəkidə sürətli itki var. Günənləri olur 77.3, amma bu günləri 76.2'dir. Digər göstəricilər isə mən onu həkimdən götürdüm. Çünki özünün yadında qalmır məlumatlar. Nəbz 70'dir, temperatura 36.7, təzyiq 130'un 90'a, saturasiya 99. Belə hesab edirik ki, həkim hökmə müdaxilə etməlidir. Məqsədə uyğun olar ki, Adil Qeybulla yeni ona baş çəksin. O çox hesab edilir zəruridir. Məhkəmənin çox uzağa çəkilməsi, ayın 20'sinə təyin olması ona çox ağır təsir edib. O çox ümidliyir ki, məhkəmə tezliklə başlayacaq. Ona görə soruşdu ki, hansı addımlar atmaq olar ki, məhkəmənin işini sürətləndirək və ya məhkəmə prosesi qabuğa çəkilsin. Mən vəziyyətin ağırlığına görə ondan xahiş etdim ki, aclığı dayandırsın. O qəti şəkildə bildirdi ki, aclığı davam etdirəcək. Aclığı davam etdirməkdə ısrarlıdır. Ağır təəssüratlardır. Mənimlə vidalaşanda belə görüşürük, yəni mütəmadi görüşürük. Ayrılanda dedi ki, mən ölürəm. Mən ölümün səslərini eşidirəm. Dəhşətli mənzərədir. Nə demək olar? Sözün tükəndiyi məqamdır.